Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Aparıcı prodüser Tarix Əliyev sosial media hesabından müğənni Sərxan Kərəmoğlunun ünvanına sərt ittihamlar səsləndirib. Buna səbəb Sərxanın Azərbaycanda ən çox toylara dəvət alan müğənni Aygün Kazımovadır deməsi olub. Aparıcı Sərxanın toylara dəvət almadığını və bu haqda fikir bildirməyə ixtiyarının olmadığını deyib. Orada 30 günün 25'ini toyu olan Rüfət Axundov oturan zaman Sərxanın belə bir suala cavab verməsi nə deməkdir? Sən Sərxan, özün güya Azərbaycanda neçə toya gedirsən? Dost tanış dəvət etsə, 1-2 xınada gedib oxuyursan, bu qədər. Rusiyada yaşadığın üçün məcbur orada çağırırlar səni. Aygün xanımın ən çox toylara gedən müğənni olduğunu mən də bilirəm, hamı bilir. Amma sən toy təşkilatçısı deyilsən ki, durub bu suala cavab verəsən. Nə vaxtsa dostlarımızın toyunda nəsə etmisən, o da itilində olub. Yalandan şirinlik edirsən ki, saytlar səndən yazsınlar. Sən Azərbaycanda toy sahəsində yoxsan. Aygün xanım olan yerdə ümumiyyətlə yoxsan. Sən orada deməliydin ki, mən Azərbaycanda toylara çağırılmıram. Ona görə buna cavab deyə bilmərəm. Burnuvu hər yerə soxursan, mən də sənə belə şillə kimi cavab verirəm. İndi sən Sərxan, mənə cavab ver.